Ərəblərin qızarmış cibli çörək reseptini təqdim edirəm. İçliyi də çox ləzzətli olacaq. Maya və şəkər tozunu ilıq süddə həll edib üzərinə un və duz əlavə edib yumşaq xəmir yoğuraq. Üzərini örtüb mayalandıraq. Əti nazik uzun formada doğrayıb kərə yağında qızardaq. Üzərinə soya sosu, qara istiot, pul biber, toz sarımsaq və keşniş toxumu əlavə edib qarışdıraq. Daha sonra qaynar su əlavə edib qapaq altında vamotda yumşalıb yağa düşənədək bişirək. Ən ləzzətli pomidor sosunu hazırlayaq. Pomidor püresinin üzərinə sarımsaq rəndələyib xırda doğranmış şüyüd, qırmızı acı biber, pul biber və qara istiot əlavə edib qarışdıraq. Duzlu xiyarı lay-lay doğrayıb suyunu kağız dəsmalla çəkək. Soğanı yarı halqa şəklində doğrayaq. Mayalanmış xəmiri 7 bərabər hissəyə bölüb kündəliyək. Yayıb əvvəl südə, daha sonra isə küncütə bulayıb 2-yə bölək. Qızğın duru yağda hər iki üzünü qızardaq. Artıq yağını kağız dəsmalla tam çəkib, arasını kəsib hazırladığımız içliklə dolduraq. İnanılmaz ləzzətlidir. Əminəm ki, bir dəfə hazırlayan təkrar hazırlayar. Məncə mütləq yoxlayın.